Amin, 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 amin. Amin. Bax, mənim hər şey göz yummağımın səbəbi budur. Bəs salam. Yox, hər şeyi çoxdan silmişdim mən. Şimdi bu. Bunları bura koyayım, yoksa çöle koyayım. Çöle çıksam oradan görürler. Yox, onlar qoy qalsın, mən üçün qoyacağım, indi çıxıb qoyacağım. O da cəhənnəm də sən Allah'ın da işi gücü qutar be. Amin, amin, amin. Şimdi bu. Cim. Açım, şimdi bu. Şimdi. Melisa teşekkür ederim. Çok sağ olun. Şimdi bu. Şimdi bu. Çok sağ olun dostlar. Teşekkür ederim. Minnettarım. Var olasınız. Amin, amin, amin. Allah balalarını sağlasın. Arasında olanlara kısmet olsun. Ayşet, mən dərmanım. Öyle karvalı içeceğim. Ağacın bahçesi. Ağacın yaraşığım. Ağacın benim eşeğim. Ağacın benim nefesim. Ağacın benim bal küpüm. Mənim özüm Türkiyədə yaşayıram bu arada. Heç bir köməyim yox. Şeydi, paylaşmışsan da anam. Sen benim neyimsen anamsan. Bildin de hansı anan? Maşallah bizim analarımıza da Allah can sağ versin. Analarımız zəngilir. Allah güzel analara can sağ versin. Deyirəm ki, biraz da analarınla danış. Gör anaların ne deyir. Səncə də multfilm zat açın. Bax, o deyəsə ekranı bir şey, ekranın gözü seçir. Mən multfilm açıram, multfilmə baxır. Sen ne bilsen ben sana etibar eləmirəm. Etibar eləsin, sen Ben senin etrafındaki... dur. Ben senin etrafındaki... Elə ne olur etrafındakinden olur da şeytanlar var ya o etrafındaki şey. İndi. O süni intellekt ilə nədir? O dövrüdür də. Süni intellekt. İndi elə şeylər çıxardılar ki, elə səslər çıxıb, elə gün şey, əvvəl Avropada idi. Elə o vaxtda bunların səsini elə şeylə yazıb çıxarmışlardı ortalığa. Tamerlan idi adı, nə idi? Haker bir dənə var idi, axmağın birisi. Mən Allah fikir verirəm. Azərbaycanda məsələn evdə deyirlər ki, kişi girib evdə oturub, atırlar yoldaşına, paylaşırlar ki, evə belə bir nəfər gəlib. Yoldaşı deyir ki, bu kimdir? O bir şeylər var. Onu niye yarattılar? Bax, şunu çox üzr istəyirəm. Açıq-aşkar, açıq paylaya bilərsiniz. Evinizi kişi də soxa bilərsiniz və hanəniz o süni intellektdir. Şər atırlar mənim üstümə. Verin, heç kim bilməyəcək, narahat olmuyor. Elədir. İnsanlar da bəzən yalan danışırlar. Ya burçuluq. Həqiqətən də kişi gələndə deyəcək ki, o süni intellekt idi. Yeter ki. Senin internet var değil mi? Bu dəqiqə çıxıb. Yanında kişi danışır görsənik. Sənin yanında qız var. Kızın yanında kişi var. Kişinin yanında qız var. Və sam günləri başladılar. Süni intellekt məni buraya yıxar ki. Mən axıl danışmıyorum. Valla bu ailəndə almış eləyəcəklər. Həqiqətən var Aşad. Valla var. Mən özüm şahid olmuşam. Götürürlər şey deyirlər. Otururlar divanda. Buna sübut elə ki, tülkülüyün sübut eləyincə dərisi boğazına çıxar. Mən buna sübut eləyincə və mənim infarkt olur. Sən nə deməksən? Deyirsən Türküdən qabaqlanırsan. Sən estağfurullah. Sən qın. Ay bacı, bəhanədir hamısı. Bəhanələrə son qoyaq həyatımızda, ailələrimizdə, gözəl gənc ailələr, həyat yoldaşlar, bəhanələrə son qoyun. Sizi bir insan, xanımınız sizi qoruyursa, yoldaşınız və yaxud da bəyiniz Alo!
Yemək düzəldim. Yemək bayaq düzəltmişəm də, özün də gördün. Otur, otur. Bir saat Oo. qoruyursa, bu demək deyil ki, sən bəhanə eləməlisən nəyəsə görə. Ya insan Mən hər Tamam, zaman təşəkkür edirəm, sizə böyük hörmətim var ailənizə. Siz əvvəlcədən Zavod bəyin verilişinə çıxandan mən sizə böyük hörmətim var. Minnətlər. Mənim də bir balam var. Mən də Allah bir xoşbəxt anayam. Yəni ki, uşaq 60 yaşında qadınam da belə deyək. Yəni uşaq Salam, deyiləm. salam. Hə, cavanlıq şəklimdir ona görə. Yəni demək istəyirəm ki, heç bir insanın sözünə qulaq asmayın. Min dənə söz deyərlər, söhbət deyərlər. Əsas o bir balavızı Allah min budaq eləsin. İndi qadındır, olur qadınlarda qısqanclıq zat. Ancaq qısqanclıq axıracan pis olur da. Gərək qısqanmayasa, inanın o olsun. O qədər bir Allah xanımlar deyir, o qədər pis adamlar var ki, qıraqda ilişirlər, eləyirlər. Görürlər ki, xoşbəxtsiz. O qədər pis deyil, yəni zamanı elədi ki, o gözdən bu gözə etibar yoxdur. Evə gəlir, çörək kəsir, səhər ayrı-ayrı hərəkətlər olur. Zamanə bir başqa, bizim vaxtımızda bir başqa idi. Belə internet yox idi, belə açıqlıq yox idi. İndi açırsan, elə şeylər görürsən ki, peşman olursan ki, bir açıb nəsə verilişə baxasan, bilmirsən ki, nəyə baxasan. Baxırsan, adam özünü xəcalət çəkir də. İndi mən də nəvə böyüdürəm, indi qız var, oğlan var, böyüdürsən, adam qorxur. Kimdən qoruyasan, kimdən söyləyəsən, hər dəqiqədə qorumaq olmur. Allah, pis insanlar, Allah yuxarıdan hər şeyi görən Allahdır. Özü bilsin, sizin ailənizə ilişəni, sizin nə bilim, pisliyi istəyənləri. Allah sizə də yox yerdən, Xoşqədəm xanımın verilişinə də gəldiniz. Allah yox yerdən sizə ev qismət eləsin, bu gözəl günün sahibi. Bu yeni ildə bir gözəl xəbərlər eşidəsiniz. Allah belə yox yerdən o balanın ruhsunu Allah versin. Bir balaca da mənim özümün evim olmayıb. Demişəm ki, balaca quş hinim olsun, birim içindən yaşayayım da özümki olsun. Allah sizə də yox yerdən ev yetirsin, ilaham. Yaxşı insanlardan biri çıxsın qarşınıza. Allah ruzunuzu versin. Gözlə ki, Allaha yerdə xoş edəm xanımla güvənib etibar edib çıxmışıq ora. Bəziləri qınıyır ki, Hüseyin niyə oradan ora getdi? Çünki mən bir insana güvəndimsə, ona etibar edimsə, sidqürəylə, təmiz qəlbimlə etibar edirəm, güvənirəm, inanıram. Amma o inamdan da, etibardan da suyu istifadə etmək lazım deyil. 3 il birinə çıxdım, adına da söz-söhbət çıxdı, biabırçılıq söz-söhbətlər, ondan başqa heç olmadı mənə. Qınıyırsın məni, Hüseyinin kimsə borcu var, mən efirə çıxmamışım, lülə qurdumağa, kiməsə özümü tanıdmağa. Mən çıxmışdım problemlərimin həllinə görə. O da olmadı, ona görə çıxmışam ora. Qısa deyəcəm, çox ora-bura deməyin. Əsas Allah bilir, elələrdən Allah xəbərdardır. Mən daha heç şey demirəm. Mənəm, Allah qoysa, yaxşı olar. Üçün çıxdığımda bir heç olmadı, ona görə xoş edəm. Heç özüm deyiləm. Könüllü izləyər tərəfindən çıxdım ora. Bəli, Zarın verilişindən baxıram mən sizə. Allah yaxşı eləyər. Qızım da çox əsəbləşməsin, hər adamın sözünə getməsin. Daha da söz-söhbət olanda evdə ruzu bərəkət də çəkilir. Kiməyiniz olsun, var olasın, təşəkkür edirəm. Evdəki söz-söhbət oldu. Mən hərdən, bax qızım, adicə qızımdır da evdə. Heç ananla balanın arasında söz-söhbət. Bir də o qədər qızıma demişəm ki, bax evdə söz-söhbət olanda evin ruzusu çəkilir. İndi qızım da bir də görsən qızım burası deyir, ayman bax söz-söhbət eləmə, evin ruzusu çəkilir. Ona görə Allah o bir balavı ötürəm. Allah min budaq eləsin. Allah sizi pis gözlərdən saxlasın. İlahi amin. Fikir eləmə, hər şey yaxşı olar. Olduq. Allah qurban olsun sənə, sağ ol. Sən də bəlkə qızım yaşındasan, bəlkə də qızım yaşındasan. 35 yaşı var da qızımın. Mənim 30 yaşım olacaq inşallah. Yəni ki, uşaq deyiləm, hər şey baxıb qiymət vermək lazımdır. Öpdüm sizi. Bəli, buyurun, budur Keçər. 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 Söhbət düşəcək. Bir çox ailələrdə dağılacaq. Düzdür. Bacardığınız qədər valla bu sosial şəbəkələrdən uzaq durun. Çoxlu pul olsa evdə söz-söhbət olmaz. Bizim niyə çoxlu pul olanda evdə söz-söhbət olmur? Qadın özü üçün bazarlıqda, orada burada, kişi özü üçün orada burada. Ona görə də əlbət onlara ailə deyilmək olmur ki. Çox pul olandan düz bəziləri var ki, niyə orada söz-söhbət olur? Əgər əsl ailə etsə. Yoxsa bəzi getdi bu sevgisini görüşdü, o qız arvadı saxladığını görüşdü.
Bir söz deyə bilərəm. Elə ailələr var ki, pulları da var, hər şeyləri də var, amma ailə normal bir səviyyəyə gəlib çata bilmir. Hər Mənim şey bürcüm pul balıq deyil. bürcüdür. Güzelmi? Bir daha xoşbəxt olun. Allah Çox sizi sağ olun. ayırmasın. Sağ Allah olun. köməyiniz Sağ olsun. olun. Teşekkür ederim. Sağ olun. Sağ olun. Sağ olun. Şimdi Ha, Əşrəf dayı. ne? Əşrəf dayı deyir ki, Hüseynə deyim, bəlkə gələsiz bir saatlıq da olsa bizə gəlin. Al, gör. Gələn həftə inşallah şey eləyərik. Danış gör nə deyir Əşrəf dayı. Canlı yayındayım. Xəbərin var? Hədə qulağına tut gör. Alo.